İnsan torpaqdan yaranıb? Xeyr. Çünki insan bir gecədə möcüzə nəticəsində yaranan bir canlı deyil. İnsan təkamül nəticəsində və milyonlarla il ərzində var olan və təkamül etməyə davam edən bir canlıdır. 2001-ci ildə insanın, 2003-cü ildə isə şimpanzenin genomları tam olaraq oxunub və nəticə belədir. İnsanla şimpanze arasındakı genetik oxşarlıq %98.77%. Yəni insanla şimpanze arasındakı genetik fərqlilik sadəcə %1.23-dür. Bu o deməkdir ki, biz meymundan gəlmişik? Xeyr, bu o deməkdir ki, insanla şimpanze ortaq atadan gəlir. Tapılan fosillər və genetik araşdırmalar onu göstərir ki, insan torpaqdan deyil, milyonlarla il ərzində təkamül nəticəsində var olan bir canlıdır. Homo sapiens 300 min il əvvəl təkamül etmişdir. Torpaqdan yaranmamışdır. Herkese salam. Bugünkü podcastımızda yine bizim məşhur internet alimi Çevik Bey'in incilərini müzakirə edəcəyik. Deyəsən adam fəlsəfədən yorulub, indi də biologiya və genetikaya el atıb. Çevik və onun elmi kəşfləri. İnan ki, adamın o dərəcədə böyük bir cəhalət cəsaləti var ki, biologiya dərsliklərindən oxuduğu 2 cümləni götürüb, minilliklərin fəlsəfi və teoloji həqiqətlərini çürütməyə çalışır. Atalarımız necə gözəl deyib, yarımçıq bilik cahillikdən də təhlükəlidir. Tamamilə razıyam. Bu dəfə çıxıb çox qətiyyətlə deyir ki, insan torpaqdan yaranmayıb. Biz təkamül nəticəsində yaranmışıq. Yəni bunu elə təqdim edir ki, sanki bunlar bir-birini inkar edən zid proseslərdir. Bax, məhz burada Çeviyin elmi sətiliyi tam çılpaqlığı ilə ortaya çıxır. Gəl sənə elmi bir reallıq deyim. İnsan bədəninin biokimyəvi tərkibinə baxsaq, bizim 99%imiz cəmi 6 elementdən ibarətdir. Oksigen, karbon, hidrogen, azot, kalsium və fosfor. Və bilirsən bu elementlər hardandır? Birbaşa yer qabığından, Yəni torpaqdan. Ay yaşa! Biz qidalanaraq bu elementləri məhz torpaqdan alırıq. Öldükdə isə eyni kimyəvi tərkiblə yenidən torpağa qarışırıq. Dini mətinlər sənə tibb və ya biologiya dərsliyi deyil ki, hüceyrənin bölünməsini yazsın. İnsan torpaqdan yarandığı ifadəsi insanın kimyəvi və ontoloji mənşəyini göstərən, elmlə 100% üst-üstə düşən möhtəşəm bir fəlsəfi həqiqətdir. Təkamül isə əgər doğrudan da baş veribsə, sadəcə o cansız torpaq elementlərinin hansı bioloji mexanizmlərlə və nə qədər vaxtda şuurlu insana çevrilməsinin metodudur. Çevik bəy metodu tapıb deyə elə bilir mənbəyi, yəni torpağı və yaradıcını inkar edə bilər. İzzah mükəmməldir. Metodu tapmaq mənbəyini inkar etmək deyil. Bəs onun o məşhur genetik oxşarlıq iddiası, videoda şimpanze ilə insanın DNT-si, yəni DNT-si arasındakı 98%lik oxşarlığı göstərib deyir ki, baxın, bu ancaq ortaq əcdad fərziyyəsini sübut edir. 98% oxşarlıq. Bu adam cəhalətini riyaziyyatla gizlətməyə çalışır. Birinci növbədə bütün canlılar, hətta inanırsan insanın bananla belə 50% genetik oxşarlığı var. Çünki eyni genetik kodlaşdırma dilindən, eyni materialdan istifadə edirik. Məsələn, sən bir proqramçısan və 2 fərqli mobil tətbiq yazırsan. Hər ikisində eyni kod bloklarından, eyni alqoritmlərdən istifadə edəcəksən, düzdür? Əlbəttə, sıfırdan fərqli dil icad etməyəcəm ki. Məhz belə. 2 fərqli proqramın kodlarının oxşar olması onların öz-özünə bir-birindən törədiyini yox, eyni şuurlu dizayner, yəni mühəndisin yazdığını da eyni dərəcədə güclü şəkildə sübut edir. Buna ortaq dizayn deyirlər. İkinci məsələ, riyazi reallıq. Çevik bəy üçün aradakı o 1,23%lik fərq kiçik görünə bilər. Amma genetikada bu təxminən 35-40 milyon fərqli baza cütü deməkdir. 40 milyon fərq? Bu ki uçurumdur. Bəli, uçurumdur. Məhz o kiçik fərq incəsənəti, fəlsəfəni, riyaziyyatı, sivilizasiya qurmağı və ən əsası mən kiməm sualını vermə potensialını, yəni şuuru yaradır. Ağacda banan yeyən canlı ilə kosmosa raket göndərən insan arasındakı o 40 milyonluq fərqi sadəcə kör təbii, təsadüfi mutasiyalardan izah etmək elmin özü üçün də hələ ən böyük tapmacalardan biridir. Əslində, Çevikin ən böyük qaçırdığı detal insanı sadəcə bioloji bir maşın kimi dəyərləndirməsidir. O heç şuur probleminə toxunmur. Əla tutmusan. Elm aləmində buna the hard problem of consciousness, yəni şuurun çətin problemi deyirlər. Fizika və neyrobiologiya sənə o karbon və hidrogen molekullarının necə birləşdiyini izah edə bilər. Amma heç bir elm sahəsi izah edə bilmir ki, o cansız, kör atomlar necə birləşib, subyektiv təcrübəyə, qorxuya, sevgiyə və mənəviyyata sahib ola bilir. Din məhz bu nöqtədə dövrəyə girir. O bioloji qabın içinə ilahi bir ruhun, şuurun üflülməsi prosesi. Yəni, cənab Çevikin gətirdiyi o bioloji məlumatlar, DNT və yaş fərqləri bəşəriyyətin yaranma prosesinin xəritəsidir.
Məhz belə. Amma xəritənin necə cızıldığını bilmək, xəritəni çəkən rəssamı inkar etmək üçün elmi arqument deyil, sadəcə bəsit, şəxsi və ateistik bir inancdır. İnsanın biokimyəvi olaraq torpaqdan var olması təksib edilməz elmi reallıqdır. Təkamül isə ancaq o torpağın hansı sənətlə insana çevrildiyini izah edir. Çevik bəy gedib xəritə oxumağı yenidən öyrənsə, bəlkə fəlsəfi olaraq da biraz inkişaf edər. Möhtəşəm yekun oldu. Bizi izləyən və dinləyən hər kəsə təşəkkürlər. Öz şuurunuz və yaradılışınızın qədrini bilin, cəhalətə təslim olmayın. Növbəti epizodlarda görüşənədək.